Ona göre de hakkın yanında olun. Hakkın yanında olan həmişə qalib gələr Allahın köməkliyi ilə. Kimsə sizə yalan söyləsə və siz o yalanı bilməsəniz, sizin günahınız yoxdur. O yalanı söyləyən insanın günahı vardır. Amma siz onu yalanı bilə-bilə deyəndə ki, mən bu yalanı bilirəm, amma heç kimə demirəm, o yalan, o zaman günahkar sizsiniz. Yəni, demək istəyirəm ki, indi siz bir həqiqəti bilirsiniz, amma həqiqəti yalanla örtməyə çalışırsınız. Onda günahkar siz olursunuz. Çünki həqiqəti bilirsiniz, amma demirsiniz. Ona görə də ən böyük günahkarlıq həqiqəti bilib də deməmək. Öyrəndiklərinizi paylaşın. Çünki öyrəndiklərinizi paylaşsanız, onda siz də yaxşı bir iş görmüş olarsınız. Çünki mən sizə öyrədirəm və siz də hər bir insana öyrədin ki, onlar da bu gözəl sözlərdən xəbərdar olsun və həmişə doğrunun yanında olsunlar. Çünki doğrunun yanında olmaq ən gözəl bir yer tapmaq deməkdir. Yalanın yanında olmaqsa dünyada qalmaqdır deməkdir. Dünya isə yalandır, amma cənnətdə olanlar haqqı deyənlər olacaqdır. Çünki cənnət haqqın tərəfindədir. Çünki cənnəti haqq yaradıb. O yaratdığı üçün də haqq böyük. Sadəcə yaxşıları və doğru danışanları cənnətə qoyar. Çünki cənnətdə yalançılar və pislik edənlərə və hörmətsizliyə yer yoxdur. İstər o haqsız dünyadakı hamıya kömək etsin. Onun qəlbində bir az da olsun iman yoxdursa, onun qəlbində bir az olsun sədaqət yoxdursa, onda heç bir zaman axırıncı işi o da olsa belə cənnətə girə bilməyəcək. Çünki Allah hər şeyi görür. Sən yalandan örtbasıq edib cənnətə gedə bilməzsən. Çünki Allah gizliləri görür. Sənin fikrini səndən daha yaxşı bilir. Çünki Allah gələcəyi və keçmişi hər şeyi bilir. Çünki kainatı o yaradıb. Heç kimsə yalan danışa bilməz. Çünki həqiqəti Allah bilir. Müəllim, Allaha inansaq, Allah bizi darda qoymayacaq. Bəli, düz deyirsiniz. Mən çətinlikdə olanda sadəcə Allahdan istədim və o çətinlik bir anda yox oldu. Yerini sadəcə rahatlıq qaldı yəni. Bu çox inanılmazdır həqiqətən. Və müəllim deyir, oğlum, Allahı sevmək, onun dediklərini etmək, Peyğəmbərinin yolu ilə getmək, haqqı deyib, haqdan başqa heç bir şey fikirləşməmək deməkdir. Amma bu zamanda sizin kimi evladlar çətin tapılar. Çünki hamı artıq bir şey fikirləşir. Pul var, dövlət və səcdə etməyən adamın fikri həqiqətən də pul da var dövlətdə idi. Müəllimin dediyi elə bil onun üçün heç nə idi. Deyirdi ki, bu qoca onsa xəstələnir. Xəstəlik onun başını xarab eləyir. Nəydən danışır? Bu sözləri ürəyində deyirdi. Allaha inanmır və bu dedikləri, o müəllimin dedikləri onun üçün heç nə idi. Onun üçün sadəcə elə belə bir söz idi. Amma bilmirdi ki, haqq onu görür. O yalandan deməkdən deyil ki, mən Allaha inanıram. O tərif istəyirdi ki, hamı onu tərifləsin. Hər yerdə ondan danışılsın. Amma insanı sadəcə Allah tərifləsə, hər şeyə yetər. Çünki Allah hər şeyi görəndir və biləndir. Onun tərifi dünyayı deyil, bütün hər şeyə yetər. Bir dənə insanı tərifləsə, o insan artıq rahatlıq tapar. Çünki Allahın tərifləməsi bütün insanların tərifləməsindən daha gözəldir. Amma Allahın tərifləməsi üçün insanın da etməsi gerəkən sadəcə namazda Allahı fikirləşməlidir və başqa heç bir şey fikirləşməməlidir. Çünki namazı Allaha görə, sadəcə Allaha görə qılır və namazda istədiklərini Allah ona öncədən verir. Çünki Allah öncədən bilir ki, bu qulum məndən nə istəyir. Amma Allah öz qulundan da eşitmək istəyir ki, o qulum məndən nə verməyimi istəyir, ona verim və ona ən gözəl şəkildə verəcəm, deyir. Amma bəzi insanlar puldan və var-dövlətdən başqa bir şey istəmədikləri üçün Allah onların istəklərini qəbul etmir. Versə də
Allah onlara var dövlət. O var dövlət onlara xeyir gətirmir. Çünki Allah onun səsini eşitmək istəmədiyinə görə var dövlət verir ki, bu qulumun səsi mənim yanıma gəlməsin. Mələklər o quldur olar ki, həmişə onu qoruyar və ona deyər ki, gör nə gözəl quldur. Deyərlər ki, o Allaha yaxın, peyğəmbərinə yaxın və haqqa daha yaxın olan bir quldur. O qul həqiqəti, yalnız həqiqəti deyər. Başqa heç kimə yalan söyləməz və heç kimin də malına göz dikməz və bazardan nəsə alsa pulunu artıq verər. Deyər ki, təki canı sağ olsun və ona görə də pulunu artıq verdisə belə, verməsə belə onu çox sevərlər. Çünki o haqqın tərəfindədir. Və o insan haqqın tərəfində olanda Allah onu nə cür olsa da qoruyar və istədiyini verər. O yollar fərqi yoxdur. Allah ona nə cür verəcək? Allahın qüdrəti çox böyükdür. Allah deməz ki, mən hansı yolda quluma verim bu istədiklərini. Allah o quluna istədiklərini tez bir zamanda, vaxtında verir və deyər ki, sən mənim əsl qulumsan, bu da sənin mükafatın. Amma bu sadəcə mənim verdiyim kiçik bir mükafatdır. Əsl mükafat səni cənnətdə gözləyir. Amma bu qul heç bir şeyi eşitməsə, onda Allahın dediyi hər şeyi unutsa, onda o qul çətinlik çəkər və deyər ki, mənim niyə görə evimdə bərəkət yoxdur, heç nə etmək istəmirəm, niyəsə belə düşüncədə qalmışam. Hər şeyi Allaha buraxsa, onda ürək rahatlayar. Çünki Allah bütün işləri yoluna qoyacaq və Allah ən çətin zamanda belə, ən rahat zamanda belə xatırlansa, Allah ona deyəcək, budur mənim əsl qulum. Ən çətin günündə, ən rahat günündə, ən sevincli günündə məni xatırlayır və məni anır. Məni heç vaxt unutmur. Amma o səcdə etməyən adam Allahı sadəcə çətin gündə desə ki, Allahım mənə kömək et, ya da ən rahat günündə heç vaxt Allahı anmasa, sadəcə pulu qurtaranda desə ki, Allahım bugün mənim niyə ruzim azalıb, ya da desə ki, ən çətin zamanında Allahım mənə kömək ol. Sadəcə Allahı çətinlikdə deyil, rahatlıqda, çətinlikdə hər bir zaman anmaq lazımdır. Hər sevincli, hər kədərli olan zaman Allah anılarsa, Allah deyər ki, bu mənim əsl qulumdur. Çünki o məni hər zaman anır. Sadəcə çətinliyə düşəndə anmır. Hər zaman anır. Allah sadəcə çətinliyə düşən quluna kömək edər ki, o doğru yola gəlsin və o mənə tərəf gəlsin qulum deyər. Qul amma Allah tərəfi getməsə, Allah ona çoxlu kömək edər. Hər cür ki, qul doğru yola yönəlsin və o qulun doğru yönəlməsi Allahı sevindirər və mələkləri də sevindirər ki, cənnətdə bir adam daha gəldi. Bir qulsa cənnətə gedəcək. Amma Allah üzülər ki, cəhənnəmə bir qul artacaq. Allah hamının yaxşılığını istəyir. Abunə olun, əlimizdən hər kəsə teşəkkürlər.